Davam edirik, keçirik əziz tərəzilərə. Görək, üzümüzə gələn həftə tərəzi burcundan olanları nə gözləyir? Belə, deməli, tərəzilər üçün vəzifədə olan biriləri ilə bağlı hər hansı bir araşdırma olunmalıdır, məlumat toplanmalıdır. Araşdırmadan heç bir hərəkətə keçmək olmaz. Uğur nərdivanlarını rahat, asanlıqla keçirsiniz. Bu baxımdan yaxşı gəlir. Siz ümumiyyətlə kimdənsə bir yardım almalısınız, dəstək almalısınız. Buna ehtiyacınız var. Bir aqressiv adamla bağlı ki, həmin o aqressiv adam ilə bağlı hər hansısa bir problemimi həll etməklə bağlıdırmı, nədirsə, bununla bağlı kimdənsə dəstək almalısınız. Ailədə hər hansı bir arzu, istək, neysə bir nailiyyət əldə edilməklə bağlı şad xəbər eşidəcəksiniz, yaxşı xəbərlər eşidəcəksiniz və göstərir ki, sizin ümumiyyətlə hər hansısa bir hadisə ilə və məsuliyyətlə qarşılaşacaqsınız. Bu sizin əvvəl qarşılaşdığınız hər hansısa bir məsuliyyət və yaxud da öhdəliyə oxşamır. Yeni fərqli bir öhdəlikdir, onunla bağlıdır. Gəlin bir dənə də kart çəkək sevgi münasibətində, yəni qarşı tərəflə bağlı, sevdiyiniz insanla bağlı. Deməli, nəsə sonlanmalar, bitirmələr göstərir. Həyatınızdan getməsi gereken insanlar var. Bunu tutub saxlamağın mənası yoxdur. Və bu sizin özünüzü incidəcək. Məsləhət görülür ki, gedənə qapı açıqdır, yol açıqdır. Yəni ki, gedən getsin. Düzdür, bu sizi biraz üzə bilər, çöküntü yaşa bilərsiniz, yəni buna görə fikir eləyə bilərsiniz, amma unutmayın, tərəzilər hər son bir başlanğıcdır. Ona görə əksinə keçmişdə toksik olan münasibətlərdən qurtulmalısınız. Belə, bu qədər.